Herkese selamlar dostlar. Bugün sizlerle birlikte bu videoda pul kazandıran program hakkında danışacağız. Bir de ki buradan size onu bildirmek istedim ki yani kanalımız təzədir, buna görə də bizə dəstək olursanız sevinərəm. E, Elə isə bir də ki biz artıq həmin bu kanalda müxtəlif YouTube'dan pul qazanmaq kursları və kitabları satırıq. Kursun həftəlik 3 dəfə 1 saat kesilir və həftəlik 3 manatdır. Bir kitabın qiyməti isə təxminən 50 qəpikdir. Yəni gördüyünüz kimi qiymətlər hədsiz dərəcədə ucuzdur və buna görə də istəsəniz yəni həm kurslara daxil olan kitabları satın ala bilərsiniz və kitablar PDF şəklindədir. Ətraflı məlumat üçün, yəni kitabları necə satın alacağıq və yaxud da ki, kursa necə girəcək suallarına Instagram hesabını indi bura qoyacağım və videonun altına da qoyacağım onsuz da. Oradan girib mənə DM-dən yaza bilərsiniz. Mən sizə ətraflı bir şəkildə danışacağım. Elə isə keçək proqramımıza. Proqramımızın adı burada gördüyünüz kimi Pawns App proqramıdır. Həm bu proqrama daxil olduqda bu proqramda biz adətən internetimizi paylaşarak pul kazanırıq. Yox, əgər internetimizi paylaşmaq istəmiriksə, burada oyunlar oynayaraq da pul kazanmaq olur. Oyunlar oynayaraq pul kazanmaq, məsələn, burada müxtəlif yerlər var, həm buradakı oyunlardan oynamaq olar. Öncəliklə burada günlük olaraq bizə çarxlar və 24 saat əgər Wi-Fi paylaşırıqsa burada da çarx verir. Mən çevirməmişəm ikisini də, sizinlə bir yerdə çevirək. Bəli, 15 point sonra günlük çarxı da çevirək. Heç bir şey gəlmədi, yəni bu dönemdə heç bir şey gəlmir. Bəli, oyunları necə oynayırıq deyə soruşsanız, burada həmin oyunlar var. Bir de ki, məsələn, burada Call of Dragons oyununda qıraqda yazılma bilər. Yəni o 43.000 dollar, 43.207 dollar deyil, o 43 dollar 20 sentdir. Yəni səhv başa düşməyin onu. Buradan çıx. Bəli, gərək ki, interneti necə paylaşacağıq? Yuxarıda olan Wi-Fi işarəsinə basırıq. Burada internet var. İndi məndə paylaşılmaz çünki mənim bataryası azdır, ona görə sizin bataryyanız 40 və ya ondan çox olarsa Wi-Fi paylaşmağa başlayacaqdır. Hətta mən biraz telefona batarya yığdıqdan sonra sizə göstərəcəyəm bunu. İndilik videonu kəsilirəm. Bəli, burada telefonumuza bataryaya qoyaraq da interneti paylaşmaq olur. Burada öncəliklə yəni ilk başlayanlar üçün belə xətalar çıxa bilər. Yəni mənim əslində ana hesabımda 17 GB paylaşmışam. Sadəcə bunu sırf sizə göstərmək üçün edirəm. İndi birazdan ana hesabıma da keçəcəyik. Və orada qoşularkən sizə digər şeylərdən də danışım. Gördüyünüz kimi burada artıq çarx 23 saat sonra fırlana biləcək. Çünki biz bunu bayaqlarını fırlatdıq və burada altdakı price view sözü də 24 saat əgər internetimizi paylaşdıqdan sonra gələn bir çarxdır. Daha sonra burada ayrı-ayrı missiyalar var. Həm bu missiyaları tamamlayaraq jetonlar kazanırıq. Məsələn, məndə 20 jeton var. Həm bu jetonlardan isə burada shop bölümündə istədiyimiz şeyləri ala bilirik. Məsələn, 10 jetona burada bir çarx ala bilərik. Hətta mən 20 jetonun hamısını xərcləyəcəm də onsuz da ana hesabım deyil. Bir dənə də ataq. Gördüyünüz kimi çarxda yəni heç bir şey çıxmadı. Çarxda 5 dollar, 1 dollar, bu 5%, 10% boostlar, heç bir şey var. Bir də ki, başqa da bir şey var idi, yadımdan çıxdı. Nəysə, indi gələk pul çıxarmaq yerinə. Bir də ki, adınızı falan buradan dəyişdirə və yaxud da ki, qoya bilərsiniz. Burada üzvlərinizi qoya bilərsiniz. Üst seçimləri olur burada. Məsələn, burada saçlar olur. Gördüyünüz kimi belə bir şey deyə bilərsiniz ya da belə bir şey. Bu sizin zövqünüzlə bağlıdır.
heç bir təsiri yoxdur. Gələk indi pul çıxarmaq bölməsinə. Pul çıxarmaq bölməsində orada profil yerindəki cash bölməsinə basırıq. Həmin burada isə request payout var. Buradan indi biz pul çıxara bilməyəcəyik, çünki pul çıxarmaq üçün minimum 5 dollar lazımdır. Bizdə 1 dollar 59 sent var. Gördüyünüz kimi buradan var. Gəlirik bura. Pul qazanmaq yolları hər ölkəyə görə fərqlidir. Mən Azərbaycan olaraq göstərsəm sizə Bitcoinlər var. Comment və Payno nədir bilmirəm. Bir də ki Visa var. Visa yəni sizin adi olaraq Visa istifadə etdiyiniz bank kartınıza yəni köçürmə edə bilərsiniz və Visa-da 0% komissiya var. Lakin Bitcoin və lakin Comet VPN-də də yoxdur, lakin Bitcoin-də minimum 1 dollar komissiya olur. Ona görə də ki, Visa və yaxud da ki, əgər bilirsinizsə, Comet VPN-dən çıxarış etmək daha məntiqlidir. Hətta yəni əgər Bitcoin də belə yatırmaq istəyirsinizsə, siz Visa kartınıza çıxarış etdikdən sonra Visa kartından Bitcoin-ə yatıraraq daha yəni komissiya almadan öz pulunuzu çıxarda bilərsiniz. Sadəcə burada bəli pul qazanmaq üçün bəzi yerlərdən biri də referallardır. Referallarda siz dostlarınızı dəvət edirsiniz və onlar bu proqramı işləyirlər. Mən referalı videonun altına qoyacağım. Yəni istəyən girsin, istəyən girməsin. Yəni məcbur deyil. Sadəcə qoyacağım əgər istəyən girmək istəyirsə. Referallardan gələn pul isə sadəcə 1 dollardır. Yəni oradan çoxlu, böyük miqdarda bir pul gəlmir. Amma yəni 5 referal qazandığımız halda, yəni 5 dollar, yəni 8 manat 50 qəpik pul çıxartmaq olur. Bəli, bugünkü videomuz bu qədər idi. Videodan artıq hər gün bugün sabahdan başlayaraq artıq hər gün gündə 2 video gələcək. Bu videolar pul qazanmaq və biznes haqqında olan videolar olacaq və bizim kurslar, YouTube'dan pul qazanma kursu və kitab almaq istəyirsinizsə, Instagrama yaza bilərsiniz. Ətraflı şəkildə ödəniş yollarını göstərəcəm və yaxud da ki, kitabda nələr olduğunu, necə alındığını göstərəcəm. Bugünkü videomuz bu qədər idi. Sağ olun dostlar, görüşərik.